Turşulu yemək deyirsiniz. Bu turşuların nəsə təsiri varmı xərçəngin? Mədə xərçəngində çox böyük təsiri var. Ev yapımı turşular. Məsəl üçün deyək ki, normalda marketdə satılan turşuların nəyi var? Standartı var. Duzu nə qədərdir bilinir, sirkəsi nə qədərdir bilinir. Amma ev yapımı turşular bizim adətən üstünlüyü ona verdikdə deyirik ki, ev yapımı turşular daha yaxşıdır, daha effektivdir. Amma orada nə duzun miqdarı bilinmir, nə sirkənin miqdarı bilinmir. Onlar daha çox kanserogendir. Yəni biz daha çox üstünlüyü ona veririk, amma səhv yoldayıq. Marketdə alınan turşulara baxın, dadı yoxdur. Heç. Amma evdə hazırlanan turşuların hamısı çox dadlıdır. Çünki niyə duzu çoxdur? Niyə istiotu çoxdur? Niyə sirkəsi çoxdur? Onlar da standartdan kənar sayılır. Əslində mən mədə xərçənginin artım tendensiyasında bunu görürəm. Bu amma heç yerdə yazılmayıb. Daha çox mən ona bağlayıram. Ev yapımı turşular. Şəkərə bağlı deyil. Yox. Şəkərin mədə xərçənginin heç bir əlaqəsi Ümumiyyətlə yoxdur. heç bir xərçəngə bağlılığı yoxdur. Yox, şəkərlə xərçəngin heç bir əlaqəsi yoxdur.